Salam dostlar, son illərdə skalyoz xəstəliyi olan gənclərin hərbi xidmətə getməsi ilə bağlı çox suallar yaranır, çox mübahisəli məsələlər yaranır, hətta məhkəməyə qədər gedib çıxır bu işlər. Onunla bağlı qısa bir araşdırma apardım və sizlərlə bununla bağlı bir paylaşım etmək istəyirəm, məlumatlandırmaq istəyirəm ki, yəni mövcud qanunvericiliyə görə, ən son qanundakı dəyişikliklərə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi qərara görə uzanmış vəziyyətdə, Azərbaycanda uzanmış vəziyyətdə demək, onurğa sütununun rentgen şəkli çəkilir və Çaklin metodu deyilən metodla skalyozun onurğa əyriliyinin dərəcəsi, yəni frontal müstəvi üzrə əyriliyin dərəcəsi ölçülür və 10 dərəcədən çoxdursa uzanmış vəziyyətdə hərbi xidmətə yararsız hesab edilir. Ancaq dünyada belə deyil. İnkişaf etmiş ölkələrdə bu məsələ belə deyil. Amerikada, Türkiyədə və digər istər NATO dövlətlərində, istər digər inkişaf etmiş ölkələrdə belə deyil. Niyə belə deyil? Çünki insan hərbi xidməti uzanmış vəziyyətdə aparmayacaq ki, ayaq üstə olacaq hərbi xidmətdə. Və yaxud da ki, bəziləri deyirlər ki, ayaq baş barmaqlar birləşməlidir, dabanlar kənarlaşmalıdır skalyozun ölçülməsi üçün rentgen şəkil çəkilməsində. Bunlar yanlış məsələlərdir. Mən qısa bir araşdırma apardım, həm Amerika, həm Türkiyə və digər inkişaf etmiş ölkələrlə bağlı. Burada məsələ belədir. Xəstə, daha doğrusu çağırışçı, hansı ki hərbi xidmətə getməlidir, ayaq üstə, vertikal vəziyyətdə rentgen müayinəsindən keçirilir. Yəni, normal insanın ortostatik həyat tərzinə vəziyyətdədirsə, ayaq üstə o çəkilməlidir. Ayaqlar təxminən çiyin bərabəri və yaxud da ki, ondan biraz daha yaxın, təxminən 20 sm məsafədə və ayaq üstə durmuş vəziyyətdə deməli, ön-arxa, yəni rentgen şüalarının öndən daxil olaraq, arxadan çıxaraq detektora çatması ilə aparılmalıdır rentgen müayinəsi. Və əksər ölkələrdə əyriliyin bucaq dərəcəsi belədir. Birincisi, Cobb metodu ilə ölçülür. Cobb üsulu ilə ölçülür skalyozun dərəcəsi. Bu nə deməkdir? Yəni, birincisi, orta xəttdən ən uzaq fəqərə tapılır. Yəni, əyriliyin zirvəsindəki fəqərə tapılır. Həmən fəqərə horizontal vəziyyətdə dayanmış olur. Nə deməkdir? Yəni, həmin fəqərənin kranial səthi və kaudal səthi yer səthinə ən paralel bir vəziyyətdə olan fəqərə seçilməlidir. Yəni, orta xəttdən ən uzaq fəqərədir bu fəqərə. Və eləcə də ondan yuxarıda, bir neçə fəqərə yuxarıda, demək, ən çox əyri olan yuxarıdakı fəqərənin kranial səthindən və aşağıdakı ən əyri fəqərənin kaudal səthindən paralel xətt çəkilir və bu xətlərin arasında qalan bucaq ölçülür. Biz bu xətləri uzaqsaq, həm kompüterdə, həm rentgen filmdə filmin və kompüterin ekranının hüdudlarından kənara çıxır. Ona görə biz riyazi üsullardan istifadə edərək ən əyri fəqərənin yuxarı səthindən çəkilmiş xəttə perpendikulyar indiririk və ən əyri aşağı fəqərənin kaudal səthindəki demək, xəttdən daha bir perpendikulyar qaldırırıq və bu iki perpendikulyarın kəsişməsi bərabərdir həmin fəqərlərin əyriliyin hansı ki bir ekranın hüdudundan kənarda kəsişir, ölçülür, ona bərabərdir. Yəni, əksər ölkələrdə bel nahiyəsindəki əyrilik, skalyoz dərəcəsi 20 dərəcədən çox olarsa və döş fəqərələri nahiyəsindəki əyrilik 30 dərəcədən çox olarsa, o hərbi xidmətə yararsız hesab edilir. Ancaq təəssüflər olsun ki, bizim mövcud qanunvericilikdə bu 10 dərəcədən yuxarı göstərilir. Zaten 10 dərəcəyə qədər əyriliklər xəstəlik sayılmır. Yəni, normal həddə yol verilən bir əyrilik sayılır. Yəni, belə deyək də, 10 dərəcədən çox yuxarı olan əyrilikləri biz hərbi xidmətə aparmasaq, dövlət olaraq, o zaman gərək ölkə gənclərinin yarısı əskərliyə getməsin, hərbi xidmətə getməsin. Yəni, bu yanlış bir məsələdir. İnkişaf etmiş dünyada, dediyim kimi,
Bel nahiyəsində 20 dərəcədən yuxarı, döş nahiyəsində isə 30 dərəcədən yuxarı əyriliklər Cobb metodu ilə ölçülmüş. Bu əyriliklər hərbi xidmətə yararsız hesab edilir. Ancaq burada istisnalar var. Əgər fəqərə anomaliyaları varsa və mövcud olan o şəxsdə, 50 olan şəxsdə digər şikayətlər varsa, belə deyək də, fəqərarası disklərin protruziyası var, yırtığı var və ona ciddi şikayətlər verirsə, yəni bu istisna hallar olaraq daha kiçik əyriliklərdə də hərbi xidmətə yararsız hesab etmək olar. Yəni bu nizamnamədə mütləq şəkildə bir dəyişikliklər etmək lazımdır. Ancaq dediyimiz skalyoz dərəcəsi Cobb bucağı rentgen müayinələrlə təyin edilir. Ancaq fəqərarası disklərin və onurğa sütununun içərisində bildiyimiz kimi onurğa beyni yerləşir. Onurğa sütunundakı həmin bu dəyişikliklərin onurğa beyninə təsiri, sinir köçüklərinə təsiri və yaxud paralel olaraq digər patologiyalar varsa, insanda ciddi problem yaradan, şikayət yaradan və s. onun hansısa bir ağırlıq qaldırmasına, qaçmasına, hərbi xidmətdə bu şeylər olur. Onlara müayinəçilik törədərsə obyektiv olaraq istisna hallar kimi onlar da qeyd edilə bilər. Ancaq biz bildiyimiz kimi hamımız rast gəlmişik. Misal üçün mən də rast gəlmişəm 70-80 yaşında xəstələr, pasiyentlər hansı ki onlarda 50 il, 60 ildir, 70 ildir bəlkə skalyozları var. 10 dərəcə, 15 dərəcə, 18 dərəcə və s. Və insan bir ömür yaşayıb, heç bir şikayəti olmayıb, hətta ağır fiziki işlərdə işləyib. Yəni onun bir şikayəti, bir ağırlaşması yaranmayıb. Ona görə də mövcud qanunvericiliyimizdəki 10 dərəcə bucaqdan daha çox olan əyriliklərin hərbi xidmətə yararsız hesab edilməsi yanlışdır. Yəni bu rəqəm artırılmalıdır. Biz dünya standartlarına yaxınlaşmalıyıq. Bel hissəsində olan skalyoz əyriliyi 20 dərəcədən çox olarsa, döş hissəsində olan skalyoz əyriliyi 30 dərəcədən çox olarsa və yaxud da ki kifoz və ya lordoz 55 dərəcədən yuxarı olarsa, o zaman hərbi xidmətə yararsız hesab edilə bilər. Ancaq daha kiçik, yəni 11, 12, 13, 15 dərəcə onurğa sütunu əyrilikləri və yaxud da ki 20, 30, 35 dərəcə kifoz və ya lordozlar, onların hərbi xidmətə yararsız sayılması düzgün deyil. Bu halda qeyd etdiyimiz kimi gərək əksər insanlarda bildiyimiz kimi müəyyən qədər əyriliklər var. Onlar gərək hərbi xidmətə yararsız hesab edilsin. Bu isə düzgün deyil. Niyə? Çünki bütün dünyada aparılmış araşdırmalar göstərir ki, 20 dərəcə qədər bel əyrilikləri və 30 dərəcə qədər döş fəqərələrində, onurğa sütununun döş hissəsində olan əyriliklər yəni ciddi fəsadlar yaratmır. Təbii ki, bunlar hamısı 18 yaşından yuxarı nəzərdə tutulur. 18 yaşından aşağı inkişaf dövründə olan gənclərdə sümükləşmə nöqtələri birləşməmiş olan yeniyetmələr gənclərdə bəli, skalyozların artma ehtimalı daha çoxdur. Və onlara müvafiq müalicələr aparılmalıdır ki, onlar artmasın. Böyük adamlarda da təbii ki, şikayətləri varsa müalicə cəlb edilməlidir. Ancaq bizim burada bugünkü videoda məqsədimiz hərbi xidmətə yararlılıqla bağlıdır. Ekranı göstər, zəhmət olmasa. Demək, burada skalyoz bir təsviri vardır. Yəni, onurğanın döş hissəsində olan skalyoz. Orta xəttdən biz oma fəqərəsinin ortasından orta xəttdən bir xətt perpendikulyar qaldırsaq, yəni oradan ən uzaq fəqərəni dediyimiz kimi Cobb bucağını təyin etmək üçün tapırıq ən uzaq fəqərəni və aşağıdakı ən əyri fəqərənin kaudal səthindən, yəni aşağı səthindən, yuxarıdakı ən uzaq fəqərənin, ən əyri fəqərənin isə kranial səthindən xəttləri keçirdirik və bu iki xətt arasında qalan bucağı ölçməklə Cobb bucağını təyin edirik. Əgər çətinlik çəkəriksə ki, hansı fəqərə daha əyridir, o zaman bir neçə fəqərənin kranial, yuxarıdakı bir neçə fəqərənin kranial, aşağıdakı bir neçə fəqərənin isə kaudal səthindən deməli paralellər çəkərək onların horizontal xəttə, yəni yer səthinə paralel olan xəttə münasibətinə görə ən əyri fəqərəni təyin etmək asandır. Və onlar arasında yaranan bucağı ölçməklə Cobb bucağını təyin etmək mümkündür. Sağ olun, sağlam olun.